Salam, hörmətli tamaşaçılar. Maraqlı bir verilişlə efirdəyik. Hər dəfə Qiymət xanım, mən salamlaşanda deyirəm ki, maraqlı bir verilişlə efirdəyik. Bu dəfə həqiqətən maraqlıdır. Çox sağ olun, minnətdaram sizə. Bizi Bakıda qarşıladınız. Həm də bugün çox dostlarımızla birlikdə qarşıladınız. Elə səhərdən axşama qədər maraqlı görüşlərimiz oldu. Ötən ildə biz Novruz bayramları ərəfəsində gəlmişdik. Bugün də sizin qonağınızıq. Artıq Novruz bayramları qurtarıb, çərşənbələrimiz qurtarıb. Elə istərdim ki, bir folklorşünas kimi ilk sualım olardı. Novruz bayramlarından, bu gözəl adət-ənənələrimizdən necə keçirdiniz Novruz bayramlarını? Bizim qapımızı ən gözəl niyyətlərlə, ən xoş arzularla, diləklərlə açmısınız. Çünki bizim doğma televiziyamız, kanalıyız. Hər zaman mənim yaradıcılığıma diqqətli olub, xüsusən sizin veriliş. Sizin veriliş deyəndə mən bunu öz verilişimiz kimi həmişə nəzərdə tuturam. Çox sağ olun bir daha. Bizim Novruz adətlərimiz çox qədimlərə söykənir. Qədimlərə, ulularımızın bizə bəxş etdiyi o ənənələrdən doğan xoş diləklər, xoş arzular. Bu Novruz bayramı nə deməkdir? Yeni gün deyirlər. Həqiqətən də torpağın oyanışı, təbiətin oyanışı bu yazımızın, baharımızın ən gözəl indiki çağlarına təsadüf eləyir və biz bu adət-ənənəni bir millət olaraq yaşatmaqla özümüzə elə bir ki, xoş, həqiqətən də özümüzü o xoş diləklərə, xoş arzulara bir daha biz yönləndiririk. Gördüyünüz kimi artıq biz çərşənbələri yerdə qoymuşuq, yaz yurdumuza bahar əhvalı gəlib, təbiət oyanıb, insanlar əkində, biçində, çöldə, tarlada, hər yerdə, yəni əkinlə, biçinlə məşğuldurlar. Yurdumuza bərəkət gəlir, xeyir bərəkət gəlir. Bunun da dediyimiz kimi xalqın həmişə buna ehtiyacı olub. Əlbəttə ki, qış da öz yerində gözəldir, payız da öz yerində gözəldir, yay da gözəldir, amma yazın əvəzini heç nə verə bilməz. Çünki yaz oyanış deməkdir, dirçəliş deməkdir. Gözəl keçdi bayramlarımız. Düzdür, bizim bayramlarımız ərəfəsində ikilərimiz də oldu. Mən bu yerdə bizim ruhu şad olsun. Çiçək dəhnəmizin böyük şairi, unudulmaz Qoca Xalidi xatırlamaya bilmərəm. Çünki bizim arzularımız var idi sizlə birlikdə, hər birimizin arzularımız var idi. Qoca Xalidlə bizim işlərimiz, bizim belə layihələrimiz var idi, görüləcək işlər. Qəfil belə itkilər olur. Yəni arzulamaz idik belə şeylər olsun, amma biz Qoca Xalidi çox erkən itirdik. Düzdür, 70 yaş yaşadı, 71 yaş yaşadı, amma onun kimi istedadlı bir insanı itirmək bizim üçün, millətimiz üçün böyük itki oldu. Ruhu şad olsun. Məkanı cənnət olsun Qoca Xalidin. Arzularda yaşayır, xatirələrdə yaşayır. Və elə bir regionda, elə bir yəni dünyanın elə bir hissəsində yaşayırıq ki, burada keçmişliklərlə dolu, özümüz də indi çox elə bir dövrü yaşamalı olduq ki, bizim güneyli qardaş bacılarımızın ağır bir imtahan qarşısında qalması dövrünə təsadüf elədik. Niyə mən xatırladım bunu? Çünki bizim işimiz birbaşa Güney Azərbaycanla bağlıdır. Mən vaxt bilirsiniz, əvvəllər əlyazmaları institutunda işləmişəm, sonra folklor institutunda işləmişəm və folklor institutunda bizim işimiz, elmi işimiz birbaşa Güney Azərbaycan folkloru ilə bağlı idi. Hal-hazırda mən Azərbaycan Milli Elmlər Akademiyası Nizam Gəncəvadına Ədəbiyyat İnstitutunda işləyirəm və burada bizim işimiz yenidən Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. Və mən Qiymət xanım, elə yeri gəlmişkən, mən bayaqdan bu kitabla çox üz səhifəsi gözəldir, tərtibatı da gözəldir. Qısaca tanış oldum bu kitabla. Elə bu kitab haqqında istərdim. Elə yəqin ki, siz də bu kitab haqqında danışmaq istəyirdiniz. Bəli, bəli, siz folklordan sual verdiniz. Mən də elə ona görə demək istədim ki, düzdür, bizim cənublu qardaşlarımız, bacılarımız indi dediyim kimi ağır imtahan qarşısındadırlar. İnşallah ki,
xoş günlər, onlara xoş diləklərlə biz arzulayırıq ki, o imtahandan alın açıq, uzaq çıxsınlar. Allah o gözəl günləri onlara qismət eləsin ki, onlar bayramı əsl bayram kimi qarşılamaq onlara nəsib olsun əvvəllərdə olduğu kimi. Çünki oralarda Novruz adətləri çox gözəl qeyd olunur. Yəni bizim Sulduz folklor mühiti Güney Azərbaycanımızın əhəmiyyətli bir bölgəsi olan Urmiya Sulduz folklor mühiti ayrıca bir mühit kimi çox möhtəşəm ənənələrə malik bir mühitdir və mənim bir dosent adı almaq üçün yazdığım bu monoqrafiya Sulduz folklor mühiti ayrıca o bölgənin şərəfli bir həm tarixinə, həm etnoqrafiyasına, həm coğrafi şəraitinə, həm xalqın güzəranına, mədəni məişət səviyyəsinə və ümumilikdə milli mənəvi dəyərlərinə həsr olunmuş bir kitabdır və orada çalışmışam ki, Sulduzda yaşayan Qarapapaq türklərinin mən milli mənəvi dəyərlər sistemini o ənənələr kontekstində araşdıram, ərsəyə gətirim və zənnimcə buna nail ola bilmişəm. Kitabımızın da yəqin siz indi vərəqləyəsiniz. Orada elmi məsləhətçilər, elmi məsləhətçi Qəzənfər Paşayevdir, elmi redaktoru Məhərrəm Qasımlıdır, bizim hörmətli alimlərimiz, professorlarımız və rəyçilərimiz var. Rəyçilərimiz də Türkiyənin Ərzincan Universitetinin professoru, çox hörmətli Əli Qafqasiyalı professor və bizim Lefke Avropa Universitetinin Kuzey Kıbrısdakı professoru, siz də tanıyırsınız, Nazim müəllim Muradov professor və mənim özümün elmi məsləhətçim, elmlər doktorluq dissertasiyası üzrə elmi məsləhətçim Mətənə xanım Abbasova, Folklor İnstitutunda şöbə müdürüdür, Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdürüdür və bu kitabın araya ərsəyə gəlməsində bizim elə bir dəyərli ziyalımızın, alimimizin çox böyük rolu var ki, mən onu yəni deməyə bilmərəm. Bu yenə Urmiyadan Sulduz mahalından Mirəli Sulduzlu. Bu kitabın araya ərsəyə gəlməsində bizə çox böyük mənəvi dəstəyini hiss eləmişəm. Mirəli bəy namizədlik dissertasiyası, yəni folklor üzrə fəlsəfə doktorluğu dissertasiyasını Bakıda müdafiə eləyib, Azərbaycan Dövlət Universitetində, Bakı Dövlət Universitetində. Hal-hazırda Türkiyədə doktorluq dissertasiyası üzərində işləyir və mənim əldə etdiyim məlumatların, o araşdırma materiallarının əksərində Mirəli bəyin çox böyük rolu olub ki, həmən materiallarla bizi təchiz eləyib. Çox sağ olsun, çox təşəkkürümü, böyük təşəkkürümü bildirirəm. Hal-hazırda onların yaşadığı çətinliklərdən dediyim kimi qısa müddətdə çıxmalarını Allahdan arzu eləyirəm. Və bir təşəkkürüm, dərin təşəkkürüm də var. Folklor İnstitutu Xarici Əlaqələr Şöbəsinin müdürü Türk dünyasının Əli Şamil hocasına. Bizim Əli Şamil hocamız bu kitabın yaranması üçün ilk addımı atanlardan, ilk deməli o təşəbbüsdə bulunanlardandır ki, hansı ki o çox arzulayır ki, hara türkün ayağı dəyibsə, orada yaşayan türklərin milli mənəvi dəyərlər sistemi, ənənələri və bir-birinə bağlılıqları əlaqəli şəkildə araşdırılsın, tədqiqata cəlb olunsun və türk dünyasına təqdim olunsun. Bu yöndə Əli Şamilin yaratdığı əlaqələrlə biz bu yəni dəyərli tədqiqatımızı araya ərsəyə gətirə bildik və demək bir daha Sulduzda yaşayan Məhərrəm Pərizad, şair Məhərrəm Pərizadın tədqiqatları, sonra çoxdur, İsfəndiyar bəy var orada, Hacılı, sonra Əli Xalxali. Yəni çox dəyərli hocalarımız var ki, orada tədqiqatlar, o çətin şəraitdə o tədqiqatlarını aparmaqla məşğuldurlar. Biz onların dediyimiz kimi tədqiqatlarından çox istifadə eləmişik bu monoqrafiyamızda. Demək, xidmətlərim, burada böyük bir bizim xidmətimiz yoxdur. Bizim bu borcumuzdur, həm vəzifə olaraq borcumuzdur, həm şərəf borcumuzdur, həm də millətə
millətin bir olmağı üçün, bir yöndə, bir istiqamətdə əlaqələrimizin davam etməsi üçün, Türkün birləşməsi üçün belə tədqiqat əsərlərinə, işlərinə çox böyük ehtiyac var. Hörmətli tamaşaçılarımız, həm şair, həm jurnalist, həm folklorşünas Qiymət xanım Məhərrəmli doğulduğu yurdu da çox sevir. Elə bütün yayı demək olar ki, Qiymət xanım, ötən ildə Şəkidə oldunuz. Həm Şəkidə yüksək səviyyəli ötən il tədbirlərin iştirakçısı oldunuz. Elə ötən il hörmətli prezidentimiz İlham Əliyev sərəncam vermişdi ki, Bəxtiyar Vahabzadənin 100 illiyini qeyd eləyək. Çox möhtəşəm tədbirlərin iştirakçısı oldunuz. Həm konferanslar oldu, həm simpozumlar oldu. Siz də onlarda yaxından iştirak elədiniz. Həm də sizin çox qiymətli bir kitabınız muzeyimizə gələn qonaqlar tərəfindən də sevildi. Həm tərtibatı gözəldir, həm rəngi gözəldir, həm də keyfiyyətli çap olunub bu kitab. Bir neçə nüsxəni xaricdən gələn qonaqlarımıza da verdik. Vətəndən kənarda yaşayan Azərbaycanlılara da hədiyyə etdik bu kitabları ötən il. Bunun üçün də sizə minnətdarlığımızı bildiririk. Həm də bax bu kitab nə qədər doğmadır, nə qədər əzizdirsə, sizin yaradıcılığınızın hər bir nüsxəsi möhtəşəm olur. Mən əminəm ki, Şəkinin düzdür, işlənib Şəki folkloru, o bir neçə cilddə çıxıb Şəkinin qədimlərdən gəlmə adətləri, ənənələri. Amma sizin ötən ilki çalışmalarınızın da yəqin ki, nəticələri olar yaxın vaxtlara. Bəli, elə bizim o çalışmalarımız Folklor İnstitutunda işlədiyim dövrdə mən yadınızdadırsa, keçən illərdə 2 dəfə ezam olundum. Öz doğma kəndimizdə, yəni o Zəyzit bölgəsində deyək də, mən istədim ki, o Zəyzit icması deyirlər, bəlkə də 3-4 Zəyzit kəndi var da, yəni Vərəzətli, Baş Zəyzit, Orta Zəyzit, Köbər Zəyzit, Qıxbulaq, yəni bu kəndlərdən biz xeyli çoxlu sayda yəni material topladı, folklor materialları, işlənməmiş materiallar və dediyiniz kimi Şəki folkloru xeyli dərəcədə işlənilib. Özdə görkəmli tədqiqatçılarımız tərəfindən, folklorşünaslarımız tərəfindən həm toplanılıb, həm işlənilib, elmi ictimaiyyətə, folklor ictimaiyyətinə təqdim olunub. Amma mən bir zəyzitli olaraq deyim də, vəziyyətli olaraq, mən həmişə qulağımın eşitdiyi, hər gündəlik məişətimizdə özümüzün də işlətdiyi, hansı ki, mən indiki dövrdə də o ləhcədən ayrıla bilmirəm. Siz təsəvvür edin ki, mən birini qoyub birinə geyinən kimi olmasın. Mən ən əvvəl birinci işləməyə AzTV-də başlayırdım. Hətta ora 6 ay ayaq da döydüm deyə. Amma mən o ləhcəni onda bilmədim deyib, televiziyada işləyə bilmədim. Burada bilmirəm bizim coğrafi şəraitimizdən ki, yəni elə bir mühitdə yaşayırıq ki, oranın təbiəti sərindir, sakitdir, insanlarımız cömərddir, mərddir, mülayimdir. Bayram tədbirləri Şəkidə çox yüksək səviyyədə hər il qeyd olunur. Bu il lap gözəl tədbirlər keçirildi. Dram teatrda tamaşalarla, Bəxtiyar Vahabzadə parkında, qala divarlarında, ələxsusda Gəncəli məhəlləsində. O tədbirlər çox gözəl keçirildi və Şəkimizə gələn həm xarici vətəndaşlar, həm başqa ölkədən gələn turist məqsədi ilə gələnlər, qonaqlarımız hər biri Şəkinin adətlərini, ənənələrini gördülər və yenidən sevdilər. Əlbəttə ki, bunların hamısı vacibdir, amma gələcək nəslə qalan, gələcək nəslin indiki dövrdə yaşamayan insanların indiki dövr haqqında ən gözəl məlumatları sizin yazdığınız, bax, bu kitablarda, bu folklorumuzun gələcək nəslə çatdırılması çox vacib bir məsələdir. Əlbəttə ki, o dediyimiz kimi o folklor mətnlərinin toplanmasının özü də söyləyicilərin dilindən, insanların öz dilindən toplanmasının özü də məhz bu dediyimiz kimi ideyaya xidmət eləyir. Biz bayaq dediniz, mən folklor mətnləri 2 dəfə ezamiyyətdə olub və tək ezamiyyətdə olduğum dövrdə yox.
hansı özünüz də şahidi olmusunuz. Lap Şəkiyin hansı kəndindən olsa da. Mən elə mətnlər toplamışam ki, hal-hazırda əlimdə var. Onları kitab şəklində işləmək üçün sadəcə fürsət axtarıram. İnşallah ki, yəqin ki, bu yayda qismət olar o kitabı da araya, ərsəyə gətirmək. Yəni işlərimiz həddən artıq çoxdur. Daha önəmlisi bayaq adını da çəkdiniz, elimizin bəxtiyarı kitabı ki, Şəkinin bəxtiyarı, Azərbaycanımızın fəxri, Türk dünyasının böyük şairi, cahanşumul şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyinə biz də istədik ki, bu Borçalı bizim Dərviş Osman Əhmədoğlu unudulmaz mərhum şair dostumuz deyir ki, bu şorbada bizim də bir duzumuz olsun. Biz də çalışdıq ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə kiçik bir töhfəmiz olsun onun xatirəsini yad etmək üçün və siz bilirsiniz, mən bir 7-8 il Elimiz Günümüz adlı bir çox gözəl bir qəzet təsisçisi və baş redaktoru oldum və o qəzet yaranandan ta son günə qədər nə qədər ki o çap olunurdu, onun ikinci səhifəsi həmişə bizdən olanlar səhifəsi Bəxtiyar Vahabzadəyə həsr olunurdu və orada biz xalqımızın görkəmli ziyalılarının, Bəxtiyar müəllimin tələbələrinin, onunla əlaqəsi olan hansısa bir ziyalımızın hamısının demək, xatirələri o ikinci səhifədə biz verirdik və ayrıca olaraq biz Dərviş Osman Əhmədoğlu'nun 219-cu Auditoriya adlı Bəxtiyar Vahabzadəyə həsr olmuş xatirələr kitabı çox gözəl bir kitab, çox böyük əks-səda doğuran kitabını ayrıca çap elətdirdik. O 23 sayında bizim Elimiz Günümüz qəzetinin 23 sayında işıq üzü görmüşdü və qalan saylarda olan yazıları da biz toplayıb bu kitabda çap elədik. Və yəni bizim akademiyanın yəni rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildi bu kitab ki, elimizin bəxtiyarı 100. Bu həqiqətən də bizim kiçik də olsa bir, yəni bu işi vəzifə borcu olaraq yerinə yetirdiyimiz bir iş oldu. Bəxtiyar Vahabzadə çox böyük dahidir. Onu həm biz burada olanda necə ki siz hiss eləyirsiniz, biz hiss eləyirik ki, o bayaq biz yenidən xatırladıq ara söhbətlərimizdə ki, Azərbaycanda bəlkə elə bir muzey, bəlkə də dünyada elə bir muzey yoxdur ki, səhər saat 8-də bütün gecə boyu, gecə saat 12-yə kimi o muzey açıq olsun və belə təmtəraqlı qarşılanmalar, görüşlər, anım mərasimləri keçirilsin. Mən bunu Bəxtiyar Vahabzadə ev muzeyinin timsalında hər dəfə sizin də timsalınızda və sizin rəhbərliyinizlə biz bu işi görüldüyünü görürük və bunu Bəxtiyar Vahabzadə ruhuna ehtiramın, böyük sayğının deməli, nəticəsi kimi dəyərləndiririk. Biz də Qiymət xanım minnətdarıq ki, doğulduğunuz, ilk addımlarınızı atdığınız, ilk qədəmlərinizi atdığınız doğma yurdu, Şəkimizi, Zəyzid ellərini, Şəkimizdə olan bütün tədbirləri həmişə yüksək səviyyədə iştirakınızla bizləri də sevindirirsiniz. Elə silsilə tədbirlərin hər birinin qonağı olursunuz. Sizin şeirləriniz çox sevilir. Çox sevilir. Bütün yaş təbəqəsindən olan insanların sevdiyi şeirlərdir. Bəstəkarlarla da sizin çox böyük əlaqələriniz var. Sizin şeirləriniz elimizin, obamızın tədbirlərində, bir çox toylarında, düyünlərində sevə-sevə oxunan mahnılara çevrilib. İstərdim ki, bəstəkarlarla, həmin insanlarla olan əlaqələrinizdən, yəni sizin şeirlərinizə müraciət edirlər axı. Onlar barədə bir, həm tamaşaçılarımız üçün də maraqlıdır, elə mənim üçün də maraqlıdır. Həm sözünüzdə həqiqət var, amma deyim ki, bir sözdə o qədər də razı deyiləm ki, yəni mənim bəstəkarlarla demək olar əlaqəm yoxdur. Amma şeirlərin, indi bilmirəm, yəqin ki, bəlkə də şeirlərin təsir gücünəndir, yəni nədirsə, şeirlərimə müraciət olur, zaman-zaman olub. Yəni, siz bilirsiniz, ilk mahnıları mənə mərhum gənc bəstəkarımız o vaxt gənc idi, çox gənc idi, çox istedadlı, rəhimli. Mən sözləmə çox mahnılar yazıb, kliplər çəkmişdi.
Ondan sonra yəni o mahnılar, Hatəm Nəboğlu neçə mahnılar yazıb, yəni mahnılarımı oxuyurlar. Demək, Rəhimin özü oxuyurdu, Rəşad İlyasov, Ruhən Cəzallahverdiyeva, Almaz Ələsgərova, bəzən adlarını da unuda bilərəm hal-hazırda, İlhamə Qasımova. Sonra bizim həmçinin Azərbaycanımızın və Şəkimizin fəxri Könül xanım Xasiyeva, xalq artistimiz, mənim sözlərimə bilirsiniz, könüldən könüllərə muğam diski buraxıb. Bu da məni sevindirib əlbəttə. Sonra şeirlərimi deyirsiniz ki, toylarda oxunur. Bəli. Mən məsələn bəzən görürəm ki, o vaxt görürdüm ATV-də, Azərbaycan televiziyasında bir də görürdüm, deyirdilər ki, sənin sözləri bir klip, yəni nümayiş olunur. Həqiqətən mən görürdüm ki, mən Ana səndən doymadım, məsələn, sözlərim mahnını yazıb, heç mənə xəbərim yoxdur, heç tanımırdım valla. Arif Rəhimzadə. Oxuyur, gözəl bir də klip idi. Günlərlə yəni nümayiş olundu televiziyada. Rəhimin özü, məsələn, heç mənə xəbərim yox idi, gördüm, həmən sevmişəm, sevirəm, sevəcəm səni. Sonra həmən sözlərə Ana səndən doymadım, bizim dostumuz Rəşid Hüseynli mahnı yazıb. Çox mahnıları var. Hatəm Nəboğlu dediyim kimi bir neçə mahnı yazıb, gözəl də mahnılardır. Ruhən Cəzallahverdiyeva da oxuyur, İlhamə Qasımova oxuyur. Və başqaları da var. Başqaları da var. İndi hamısı haqqında çox uzun danışmaq istəmirəm və lap bu yaxınlarda mən yenə özümdən xəbərsiz mən gördüm ki, eşitdim ki, daha doğrusu xəbər çatdı ki, mənə bizim Oğuz torpağının çox dəyərli, istedadlı balası oğlu Hikmət Oğuzlu mənim sözlərimə bir mahnı yazıb. Həmən mən əsas sevindirən nə oldu? Mənim oğlum hal-hazırda Almaniyadadır. Nizami mənim ana məhəbbəti, ata zəhməti şeirimi çox sevəndi. Mən sevindirən o oldu ki, Hikmət balamız, Hikmət oğlumuz həmin şeirə bir mahnı yazıb. Gözəl bir mahnı. Və buna klip də çəkdirib. Mən düzü görməmişəm hələ. Yəqin ki, ona bir prezentasiyası olacaq, təqdim etməsi olacaq və Hikmət həmən mahnını mənə hədiyyə eləyib. Çox təşəkkür edirəm. Çünki o mənim oğluma həmən şeiri əziz olduğu üçün mənə 2 qat elə bir ki, hədiyyə oldu. Sağ olsunlar, var olsunlar. Yəni belə şeylər olur, amma mən ayrıca olaraq hansı bəstəkarla işləmişəm, yəni yox, işləməmişəm. Çünki mən nəğməkar şair deyiləm. Yəni başqa işlərim çoxdur. Həm də mən musiqi üçün yazmıram. Ola bilər yazım. Olur, elə təkliflər çox olur. Amma mənim vaxtım olmur. Axı, yaradıcılığın bir neçə sahəsi var ki. Amma bəzi şairlərin şeirlərində musiqi doğulur elə şeirlə bərabər. Olur, əlbəttə olur. Yəni onu 10 ildən də, 15 ildən də elə Nizaminin sənsizləri 100 illərdən sonra tapılıb. Nə vaxtsa hansı bir bəstəkarsa tapır oradakı musiqini. Yəqin ki, əlbəttə ki, doğrudur, tamamilə doğrudur, sizinlə razıyam. İnanın ki, elə vaxt olur ki, məsələn, bax beləcə sevgilim geniş aşk qollarını, təbəssümün bürüsün o sevda yollarını, tələs ki dözmür ürək, bu sevgim zərif çiçək, arama ürkək qızıl gül kollarını, qərib sevgi arasan, ürəyimdə taparsan, qəlbsiz necə yaşarsan, açsan könül yarını. Belə bir şeirim var mənim, onu mən hərdən musiqi şəklində belə oxuyuram öz-özümə. Yəni, bilirəm ki, o hazır musiqidir, mən onu, yəni, sadəcə o mənə Allah bəstəkarlıq qabiliyyəti verməyib. Onda elə bilirəm ki, bir musiqililik var, özündən asılı deyil. Hansısa bir mahnının şeiri bir də görsən, musiqi üzərində özün oxuyursan. Amma Allah verməyib də, o bəstəkarlıq qabiliyyətini verməyib. Allah verib, ki, publistika yönündə, yaradıcılıq, araşdırmalar yönündə şair kimi səni yetişdirib, amma bəstəkarlığı verməyib, neynəmək o? Qiymət xanım, düzdür, Azərbaycan xalqı çox gözəl bayramlar keçirdi, çox gözəl bayrama qarışdı. Çox gözəl tədbirlər oldu yüksək səviyyədə. Elə bu bayramlar, bu müqəddəs günlər həm də bizim bir Allaha dualarımızla yadda qaldı. Yəni arzularımızla yadda qaldı ki, hamımız
bir yer kürrəsinin vətəndaşlarıyıq. Bizim başqa torpağımız yoxdur. Biz başqa dünyada yaşayası deyilik. Yəni dünyanı qorumaq lazımdır gələcəyimiz üçün, gənc nəsillər üçün. Axı orada çoxlu abidələr var. Hansı bir ölkədəsə dünya standartlarından bəlkə də bütün dünyanın heyran olduğu abidələr var. Həm abidələr məhv olur, həm təbiət məhv olur, həm də insanların gələcəyə ümidi azalır. İstərdim ki, elə bir şeirlə tamaşaçılarımıza müraciət edərdik. Bir şeirinizə qulaq asardıq. Şeir, həmişə də deyirəm, təəssüf ki, mən şeir yadımda qalmır. Mən ilk açdım, bu şeir çıxdı, olsun bu şeir oxu. Qərib durna. Göy üzündə qərib durnam, niçin qaldın özlət səndən bunca geri? Xatirinə dəyən mi var? Yoxsa səni üşüdübdü payızın boz küləkləri? Qanadların yoruldu mu durnam mənim? Bəlkə sənə xoş gəlibdi öz isticə od ocağın, çöl çəmənin. Sənin incə ürəyini bir oxuyan tapılmadı. Anan getdi, bacın getdi, durnam mənim. Qəlbindəki bu niskili niçin duyan tapılmadı? Qərib-qərib ötən durnam, uç dəstənə qoşul görüm, at qəlbindən incikliyi, kövrəkliyi, biraz könlü xoş ol görüm. Kol dibində bənövşəni xatırlatdım biraz mənə. Boynu bükük, biraz qəmgin, biraz əzgin, biraz küskün taleyinə şükür eləyib yaşayandı bənövşələr. Qərib, qəmgin könüllərə aşiyandı bənövşələr. Nədən mənə xatırlatdın bənövşəni? Göy üzündə boynu bükük gördüm səni. Biraz dalğın, biraz ürkək gördüm səni. Boylanırsan dörd bir yanı qatarından qalan durnam, uç qanadın yorulmasın, öz dəstənə qoşul görüm. Biraz könlü, xoş ol görüm, xoş ol görüm. Durnalar həmişə şairlərin maraqlandığı bir mövzu olub. Elə Qasım bəy Zakir də, Molla Pənah Vaqif də üzünü ellərdən ellərə salam aparan durnalara tutub, qərib durnalara tutub, durnalara xitabən çoxlu şeirlər yazıblar. Elə sizin bu şeirinizdə özünə məxsus bir ədəbiyyatımızın nümunəsi oldu, Qiymət xanım. Çox sağ olun. Sever övladların dünyalar qədər, ömrünü gününü şam təkər edər. Kaş ki bu dünyada getməsin hədər, kaş ki bu dünyada getməsin hədər. Ana məhəbbəti, ata zəhməti, ana məhəbbəti, ata zəhməti. Çox vaxt kibri ilə odda götürmüş, min bir zülmə dözmüş, min əzab görmüş. Çox vaxt kibri ilə odda götürmüş, min bir zülmə dözmüş, min əzab görmüş. Oğul ata olar, bilər ki neymiş, ana məhəbbəti, ata zəhməti. Qız da ana olar, bilər ki neymiş, ana məhəbbəti, ata zəhməti. Ana məhəbbəti, ata zəhməti.
uzaq. Ana məhəbbəti, ata zəhməti, ana məhəbbəti, ata zəhməti. Çox vaxt kipriyi ilə odda götürmüş, min bir zülmə dözmüş, min əzab görmüş. Çox vaxt kipriyi ilə odda götürmüş, min bir zülmə dözmüş, min əzab görmüş. Oğul atalar bilər ki neymiş, ana məhəbbəti, ata zəhməti. Qızdan olar bilər ki neymiş, ana məhəbbəti, ata zəhməti. Ana məhəbbəti, ata zəhməti. Ana məhəbbəti, ata zəhməti. Ana məhəbbəti, ata zəhməti. Qiymət xanım, Azərbaycanın hər bir bölgəsi öz folkloru ilə, öz adət-ənənələri ilə zəngindir. Şəkidə ta qədimlərdən lap ağsaqqalarımız da söyləyib. Zurna bütün Türk dünyasında var. Zurna aləti, o alətin rolu mədəniyyətdə, tədbirlərdə, toylarda, yarışlarda. Zurna sanki Şəkinin boyuna bükülüb. Elə bil ki, nağara zurna dəsti deyirdilər də. Bu bayramda da, Novruz bayramlarında da o ən gözəl təqdimatını gələn qonaqlar da bunu təsdiqləyir. Qazaxıstandan, Qırğızstandan, hər yerdən qonaqlar gəlir. Deyir ki, bizdə də var bu zurna. Bu alət bizdə də sevilən alətdir. Toy düyünlərimizin yaraşığıdır. Amma onun gözəl şəkildə təqdimatı sizdədir. Dilimiz də elə, folklorumuz da elədir. Əsas təqdimat məsələsidir. Onu yaşatmaq məsələsidir. Onu gələcək nəslə çatdırmaq məsələsidir. Bax, Yelbaba ziyarəti var Oxud kəndində. Mən bir verilişdə də bu haqda demişdim, bir tədbirdə də demişdim. Oğuz rayonunda bir Novruz baba ziyarəti də var. Kərimlidə deyəsən. Nəsə belə bir ziyarət yeri var da. Qazaxıstanda mən olanda dedilər ki, Yelbaba nəğmələrinin qazaxcası yoxdur bizdə. Türkçəsi qalıb, ruscası qalıb. Yəni ruscaya tərcümə eləyiblər, orijinalı itiriblər. Amma Şəkinin folklor kitablarında, cildlərin birində Yelbaba nəğmələri var. Yəni bütün bunlar bizim sanki keçmişimiz, bizim tariximiz, süzülüb gələn folklor nümunələri bizim elə bizliyimizdir. Yəni o şeyləri yeganə dövlətdir, yeganə millətdir ki, dövlət səviyyəsində də qayğı var. Ənənələrə söykənib bizim millətimiz, bizim dövlətimiz, həm də yaxşı ənənələrə. Həm də o ənənələr dostluğa xidmət eləyir. O ənənələr hər bir pis fikirdən uzaq ənənələrdir. Həm gənc nəslin formalaşmasına xidmət eləyir, həm fiziki cəhətdən sağlamlıq bəxş eləyir insanlara. Yəni bizim bütün adət-ənənələrimiz ölçülüb biçilmişdir. Hər bir regionun öz adət-ənənəsi olsa da, baxmayaraq ki, bizdə də çox aşıqlar olub. Amma bütün aşıqlara bərabər Molla Cüməmiz olub. Özünü də qeyd elədiyi kimi aşıqlar anası olub. Amma yenə Şəkinin bir qonaqpərvərliyi sanki gələn qonaqları çox heyran edir. Elə sizin də bir şəkil olaraq. Bayaq biz burada Baba Vəziroğlu da sizin evdə qonaq oldu. Fərid Əzizli öz üçlük qrupu ilə qonaq oldu. Və mən istəyirəm ki, sizin verilişdə onun oxuduğu dil haqqında mahnı efirə getsin. Həm tamaşaçılarımızın da bəyəndiyi bir mahnı olar, həm bizim. Yəqin ki, elə verilişimiz də sona çatdı. İstərdim ki, tamaşaçılarımızla salamatlaşaq, heç bilmədim vaxt necə gəldi. Elə son söz yox, axarınca olar. Bizim hələ görüşlərimiz çox olacaq, mövzularımız çox olacaq. Buyurun elə. Siz elə folklordan danışdınız. Mən demək istəyirəm, həm sağollaşmaq üçün, həm
o yenidən o xatirələr qayıtmaq üçün deyim ki, bizim toylarımız zurna ilə açılardı, zurna ilə bağlanardı. Hal-hazırda da bütün toylara baxsız, indiki toylarımıza zurna ayaq açıb, özü gözəl ayaq açıb. Yəni tariximiz o zurnalarda yaşayır. Yəni bizim də bir Seyid dayı var idi bizim kənddə. Bizim kənddən idi, sonra deyəsən getmişdi, Küngüd tərəfdə yaşayırdı. İndi mən çox dəqiq də o bilmirəm, amma qohumlar, qardaş, oğlu bizim kənddə yaşayırdı. Səlam müəllimgil. Mən o folklor tədqiqatlarımı aparanda o Seyid dayı ilə bağlı, çünki mən xatırlayıram, uşaqlıq yaddaşımda Seyid dayı qalıb. Deyirdilər ki, məsələn, deyirlər Qarğaşlarada ya hansı, harda toy gəlir, çalğıçılar gəlir. Səsi bütün aləmi başına götürürdü. Bütün kənd bilirdi ki, hamı bir olub toyda iştirak eləmək lazımdır. Yəni bu xalqı birliyə, mehribanlığa, yeşilliyə çağıran bir musiqi, yəni alətidir və xalqımız da elə yaranışdan türk həmişə diri olub da, ayaq üstə olub. Həmişə döyüş olanda döyüşdə öndə olub, yaşamaq mücadiləsi olanda onda öndə olub, yaratmaq mücadiləsi olanda onda öndə olub. Yəni həmişə öndə olub, ayaq üstə olub, at belində olub. Bax, zurna bu deməkdir. Mən xalqımıza nə arzulayıram? Həmişə ruhu yüksək olsun. Xalqımıza bol ruzu bərəkət arzulayıram. Ən gözəl arzuları, hansı xoş arzuları var, hamısı həyata keçsin. Mən xalqımıza ən gözəl günləri arzulayıram. Bundan da, yəni o hərdən deyirlər ki, ən pis günümüz bu cür olsun, ən pis günümüz bu cür olsun. Amma ən gözəl günlərimiz inşallah ki, qabaqda. Hələ qarşıdadır. Bəli. Hörmətli tamaşaçılarımız, bir verilişimiz burada sona çatdı. Növbəti məkanlarda, növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Ana vətən, ana diyar, ana dili fəxr eləyir bu dilimlə yurdum eli. Azərbaycan xalqınındır bu dil bilir. Ayırmarıq dilimizi çiçəkdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ayırmarıq dilimizi çiçəkdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ürəyimdə bu dilə var məhəbbətim, bu dil mənim basılmayan güc qüdrətim. Azərbaycan dili mənim saadətim, dilimizi bəzəyərik kələngdən biz, çox sevirik dilimizi ürəkdən biz. Bu dil mənim basılmayan güc qüdrətim, Azərbaycan dili mənim saadətim, dilimizi bəzəyərik kələngdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ana dili öz ruhum, öz canımdır, Azərbaycan dili şöhrətim şanımdır. Ana dilim öz ruhum, öz canımdır, Azərbaycan dili şöhrətim şanımdır. Yaşayır bu ürəklərdə Azərbaycan, unutmarıq dilimizi heç bir zaman. Bağlanmışıq dilimizə qəlbdən candan, don geyirik bir arzudan, diləkdən biz, çox sevirik dilimizi
dilimizi ürəkdən biz Don qeyrik bir arzudan diləkdən biz Çox sevirik dilimizi ürəkdən biz Ürəyimdə bu dilə var məhəbbətim Bu dil mənim basılmayan güc qüdrətim Azərbaycan dili mənim saadətim Dilimizi bəzəyərik kələngdən biz Çox sevirik dilimizi ürəkdən biz Billaylayam bu dildədir Dastanıyım bu dildədir Muğamıyım bu dildədir Hayatım bu dildədir Varlığım hayatımdır Sonsuz kainatımdır En kıymetli servetim En kıymetli neymetim Azerbaycan dilimdir Ürəyimdə bu dilə var məhəbbətliyim Bu dil mənim basılmayan güc qüdrətim Azərbaycan dili mənim saadətim Dilimizi bəzəyərik kələngdən biz Çox sevirik dilimizi ürəkdən biz Ana dilim öz ruhum öz canımdır Azərbaycan dili şöhrətim şanımdır Ana dilim öz ruhum öz canımdır Azərbaycan dili şöhrətim şanımdır Ana dilim öz ruhum öz canımdır Azərbaycan dili şöhrətim şanımdır Ana dilim öz ruhum öz canımdır Azərbaycan dili şöhrətim şanımdır